Son günlər dənizə üz tutan bəzi vətəndaşlarımızın nəzarətsiz ərazilərdə təhlükə ilə üzləşdiklərinə, hətta batmaqları ilə bağlı xəbərləri də diqqətinizə çatdırırıq. Baxmayaraq ki, Xəzər sahilində çimmək üçün kifayət qədər ərazilər var və həmin ərazilər də Fövqəladə Hallar Nazirliyi tərəfindən xilas edicilərlə təmin ediliblər. Əməkdaşımız Jailə Qəhrəmanlı çimərlik mövsümündə ictimai çimərliklərdə yaradılan şərait, ümumilikdə ölkədəki pulsuz ictimai çimərliklərin olduğu növbəti ünvanda, yəni Şüvalan çimərliyindədir. İndi oradan birbaşa bağlantı vasitəsilə ətraflı məlumatı təqdim eləyəcək, baxaq görə vəziyyət nə yerdədir. Jailə, salamlayıram sizə, hər vaxtınız xeyir olsun. Buyurun, təqdim eləyin, nələri müşahidə eləmişsiniz, operatorumuzdan da xahiş eləyərək görüntüləri də tamaşa. Salam Jailə, hər vaxtınız xeyir. Bəli, biz hazırda Xəzər rayonunun Şüvalan qəsəbəsində yerləşən ictimai çimərlikdəyik. Məlumdur ki, yay mövsümü ilə əlaqədar çimərliklərə üz tutanların sayı kifayət qədər çoxdur. Dövlət Turizm Agentliyinin həyata keçirdiyi layihə çərçivəsində bu il ölkənin müxtəlif ərazilərində yeni ictimai çimərliklər yaradılıb. Onların 4-ü Novxanı və Coratda, 3-ü Şüvalanda, 2-si Türkanda, biri isə Şıx ərazisində yerləşir. Və çimərliklərin hər birinin ərazisi 3 hektar olmaqla ümumilikdə 30 hektar sahəni təşkil edir. Bununla yanaşı son 2 il ərzində paytaxt və Abşeron ərazisində ictimai çimərliklərin sayının artırılması istiqamətində işlər də aparılıb. Burada vətəndaşlar duş, soyunub geyinmə kabinləri, sanitar qovşaqları, avtomobil dayanacağı, uşaq əyləncə və idman meydançalarından ödənişsiz istifadə edə bilərlər. Bundan əlavə rəsmi məlumata görə Azərbaycanda 200-dən çox çimərlik mövcuddur və onların böyük əksəriyyəti Bakı və Abşeron yarımadasında yerləşir. Məhz buna görə də son illər bu ərazilərdə müasir standartlara cavab verən ictimai çimərliklərin yaradılmasına xüsusi diqqət ayrılır. Bəs yeni yaradılan ictimai çimərliklər hansı standartlar əsasında salınır? Gələcəkdə daha hansı ərazilərdə bu layihələrin həyata keçirilməsi planlaşdırılır və vətəndaşların təhlükəsizliyi ilə bağlı hansı tədbirlər görülür? Elə bu suallarımıza cavabı almaq üçün Dövlət Turizm Agentliyinin media və ictimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Rufiq İsmailov hazırda yanımızdadır. Salam Rufiq bəy. Son 2 ildə Turizm Agentliyi tərəfindən 15 yeni ictimai çimərlik istifadəyə verilib. Yeni çimərliklər seçilərkən hansı meyarlar nəzərə alınır? Burada təhlükəsizlik və xidmət standartları necə müəyyən edilir? Eyni zamanda gələcək illərdə ölkənin digər bölgələrində də yeni ödənişsiz ictimai çimərliklərin yaradılması nəzərdə tutulurmu? Aydındır. Tamaşaçılarımıza məlumat verim ki, agentliyinin əsas vəzifələrindən biri də ölkədə çimərlik turizminin inkişafını təmin etməkdir. Məhz bu vəzifədən irəli gələrək, sizin də bir qədər əvvəl vurğuladığınız kimi, 2026-cı ildə ölkə ərazisində 10 yeni ictimai çimərlik yaradılıbdır və bu ictimai çimərliklərin hər birinin sahəsi 3 hektar olmaqla ümumilikdə 30 hektar təşkil edir. Və bu çimərliklərin 4-ü Novxanı və Corat ərazisində, siz də bir qədər əvvəl xatırlatdınız, Şüvalan ərazisində, eyni zamanda Türkanda və Şıx ərazisindədir. Bu çimərliklərdə ilk növbədə biz vətəndaşların təhlükəsizliyini təmin etmək istəyirik və bu məqsədlə nə etmişik? İlk öncə avtomobillərin sahil zolağına düz gəlib yaxınlaşmasının biz qarşısını almaq məqsədi ilə avtodayanacaq bir qədər kənarda yaratmışıq və bu avtodayanacaqlarda vətəndaşlar avtomobillərini, bəli, istər burada da var, istər o biri digər tərəfdə də var. Yəni, müxtəlif yerlərdə avtodayanacaqlar var ki, bunlar pulsuzdur. Vətəndaşlar burada avtomobili parking etməyə görə heç kimə ödəniş etmirlər. Bunu niyə edirik? Çünki sahil zolağında çimərliyə gələn insanlar ailəvi olaraq orada istirahət eləyir və maşınla oraya yaxınlaşması kiminsə onların həyatına bir təhlükə yaradır, bir nizam-intizamsızlıq, bir xaotik vəziyyət yaradır. Buna görə də biz avtomobillər üçün ayrıca parking yaratmışıq.
Eyni zamanda biz uşaqların əyləncəsini təmin etmək üçün hər bir ictimai çimərlikdə ayrıca olaraq uşaq əyləncə idman mərkəzləri deyək, meydançası deyək yaratmışıq. Paralel olaraq böyüklərin də istirahəti ilə yanaşı bir əylənməsi üçün, idmanla məşğul olması üçün istər voleybol meydançası yaradılıb, istərsə də futbol meydançası yaradılıb və bunların sadaladıqların bütün bu xidmətlərdən də istifadə tam ödənişsizdir. Buna görə kimsədən ödəniş tələb olunmur. Ayrıca olaraq siz vurğuladınız, ictimai çimərlikdə sanitar gigiyena məsələlərinin həll olunması üçün biz sanitar qovşaqlarla təmin olunubdur. Bunlardan da hamısından istifadə pulsuzdur. Su daimi olaraq təmin olunubdur. Ondan sonra soyunub geyinmə, yəni paltar dəyişmə otaqları var. Bunlardan da ödənişsiz vətəndaşlar istifadə edə bilirlər və bu barədə bütün məlumatlandırıcı lövhələr ictimai çimərlik ərazisində müxtəlif yerlərdə quraşdırılıbdır. Vətəndaşlar burada çimərlik ərazisində yeganə olaraq xidmətindən yararlandıqları jezlongların və bir də ki, stol kirayəsinə görə ödəniş edə bilərlər. Bu da sırf könüllü xarakter daşıyır. Çətirlərin altında gəlib istirahət etmək, uzanmaq, günəşlənmək, buna görə vətəndaşlardan kimsə ödəniş istəmir. Ayrıca olaraq da çimərliklərə girişdə vətəndaşlardan heç kim ödəniş tələb etmir ictimai çimərliklərdə. Bu bir məqamdır. Bundan başqa biz çimərliklərdə məişət tullantılarının vaxtı-vaxtında daşınmasını təmin etmək üçün, ərazinin səliqəli və təmiz saxlanmasını təmin etmək üçün ən müxtəlif yerlərdə zibil konteynerləri də quraşdırmışıq. Hansı ki, onlar vaxtı-vaxtında daşınır. Hər səhər və axşam ərazi təmizlənir ki, insanlar gələndə burada asudə vaxtlarını səmərəli keçirdə bilsinlər. Bir məqamı da qeyd edeyim ki, bu təkcə bu il ərzində yaradılanlar da bir qədər əvvəl sadaladığım 10 ictimai çimərlik. Ancaq Dövlət Turizm Agentliyi tərəfindən 2025-ci ildə də ictimai çimərliklər yaradılıb və həmin vaxt ümumilikdə Mərdəkan və Şüvəlanda ümumi ərazisi 15,3 hektar olmaqla 5 ictimai çimərlik yaradılıbdır. Hazırda biz dayandığımız bu yeni yaradılmış ictimai çimərlikdir. Bizim sağımızda isə keçən illəri istifadəyə verilən ictimai çimərlikdir. Bununla yanaşı, yəqin ki, siz kadrlar götürəcəksiniz, ərazidə insanların təhlükəsizliyinin təmin olunması, suda boğulma hallarının qarşısının alınması üçün baxırsınız, Fövqəladə Hallar Nazirliyinin müşahidə məntəqələri də var. Sahil boyu ərazilərə onlar nəzarət eləyirlər. Və qeyd edeyim ki, əslində Dövlət Turizm Agentliyinin bir qədər əvvəl vurguladığım kimi əsas vəzifəsi çimərlik turizminin inkişaf etdirilməsidir və bu çərçivədə biz bütün sahil zolağında bu cür ictimai çimərliklər yaratmağa hədəfləyirik. Məqsədimiz insanlara keyfiyyətli xidmətin təşkilidir, onların asudə vaxtının səmərəli təşkilidir. Vətəndaşlardan da yaradılmış efir imkanından istifadə edərək yeganə xahişimiz, istəyimiz bundan ibarətdir ki, ərazinin təmiz saxlanmasında, məişət tullantılarının aidiyyəti üzrə yerlərə tullanmasından bağlı, yəni üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər ki, ərazidə səliqə səhmana riayət olunsun, təmizliyə riayət olunsun. Vətəndaşlardan başqa istəyimiz yoxdur. Bu qədər. Təşəkkür edirik Rufiq bəy ətraflı və dolğun məlumata görə. Belə Jalə, hələlik mənim sizə çatdıracaqlarım bunlar idi. Buyur, söz yenidən səndədir. Təşəkkür edirik Jalə. Ətraflı məlumat verdiniz. Operatorumuza da minnətdarlığımızı bildiririk. Görüntülərdə təqdim etdik. Dövlət Turizm Agentliyinin əməkdaşına da minnətdarlığımızı bildiririk məlumata görə.